Sabunçuda iş var yoldaşlar, Sabunçuda iş var. Onu demək olar hər ikisi də Bakıxanov qəsəbəsindədir yoldaşlar. İki dənə vakansiyadan bəhs etmək istəyirəm. Təxminən 700 manat civarında olan işlərdir. Əslində, yəni birində əmək haqqısı 700 manatdır və onun əmək haqqıdan əlavə sizin belə deyim də bonuslar da qazanma imkanınız var. Biri Koroğlu metrosu yaxınlığındadır. O ərazilərdir, yəni Bakıxanovun belə deyim, o hissələrindədir. Bu, deməli, kompüter operatoru işidir, Alümin şirkətindədir. Kompüter bilikləriniz varsa, nizam-intizamlı bir şəxsinizsə bu işə müraciət edə bilərsiniz. Həftədə də 6 günlük işdir, 9-dan 6-ya kimidir. Harda verir şirkət? Digərisi ofis meneceri işidir, 400-600 manat aralığında dəyişir. Bu da 9-dan 6-ya kimidir. Bazar ertəsindən cüməyə qədər 24-30 yaşlı şəxslər müraciət edə bilər. Heç olmasa orta ixtisas təhsiliniz olmalıdır, heç olmasa 1 illik iş təcrübəniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz. Bu işlərə də müraciət etmək istəyirsə, yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızı səhvini çəkirsinizsə, ona bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əzivoda kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.